Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin icra etdiyi Gələcək üçün Bacarıqlar layihəsinin 4-cü TUSİ İnkubasiya proqramının Demo Day tədbiri təşkil edilib. Tədbir çərçivəsində Dövlət Agentliyi ilə layihəyə yeni qoşulan Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sonra qonaqlar startap komandalarının layihələri ilə tanış olublar. Məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqidir. Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev layihənin əhəmiyyətinə diqqət yönəldib. 2021-ci ildə bu tələbə 3000 tələbə burada iştirak edib və 300-dən çox ideya, startap formalaşıb. Bu dövr üçün, 2-3 illik dövr üçün çox böyük nəticədir. Bəlkə say olaraq düşünürük ki, 300 ideya, 300 startap, indi onların da çox az hissəsi təbii ki, həyatda yaşama qabiliyyəti əldə edə bilir. Amma burada məqsəd sırf artıq tələbələrimizin düşüncə tərzinin, bu cür düşüncə tərzinin formalaşmasıdır ki, düşünürəm bu rəqəmlər kifayət qədər yaxşı nəticədir. Və biz təqdimatlara baxdıq startaplarımızın, bu 4-cü inkubasiya proqramının nəticələridir bu startaplar. Ən müxtəlif sahələri əhatə edən, çox maraqlı və bir çox hallarda nəinki Azərbaycan daxilində qlobal bazara iddialı olan bir layihələrdir, ideyalardır. 4-cü TUSİ İnkubasiya proqramını uğurla başa vuran 16 startap komandası layihələrini təqdim edib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ən yaxşı 3 layihəyə InnoLand İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olmaq imkanı yaradılıb. Birinci yerin qalibi isə Take-Off İstanbul Startup Sammitində iştirak hüququ qazanıb. Bizim layihəmiz Fidelis'dir. Fidelis rəqəmsal ödənişlərin geniş yayıldığı bir dövrdə dəlaqızlığın qarşısının alınmasına hədəflənmiş bir platformadır. Bu platforma banklara inteqrasiya olunur və müştərilərin əvvəlki tranzaksiyalarına əsasən bir müştəri profili formalaşdırır. Və siz növbəti dəfə yeni bir ödəniş, əməliyyat həyata keçirmək istədikdə bunun anomaliya olub-olmadığı aşkarlanır. Əgər risk faizi 80%-dən yuxarıdırsa, bu şübhəli hal kimi qiymətləndirilir və müştəriyə SMS bildiriş gedir. Müştəri isə həmin əməliyyatı bloklaya və yaxud da təsdiq edə bilər. YAR interaktiv öyrənmə platformasıdır. Və biz bu yolda bütün təhsili interaktivləşdirməyə hədəfləyirik ki, ilk addımda biz coğrafiyaya atmışıq. Coğrafiya üzərində qurduğumuz oyun modları vasitəsilə artıq şagirdlər girib bizim xəritəni çox daha rahat şəkildə və həm də əylənərək öyrənə biləcəklər. Nutribox layihəsinin təsisçisiyəm. Nutribox sağlam qida aparatlarının yerləşdirilməsi ilə bağlı olan bir layihədir. Ümumiyyətlə, Azərbaycanda düşünürəm ki, sağlam qida insanlara bir lüks kimi gəlir. Amma halbuki bu belə olmamalıdır. Bu bizim gündəlik qida rasionumuza daxil olmalıdır. Və bir proaktiv insan olaraq və insanların da bu məsələdən əziyyət çəkdiyini düşünərək sağlam qida aparatlarının biznes mərkəzlərdə, xəstəxanalarda, universitetlərdə yerləşdirilməsinin tərəfdarıyam. Tədbir zamanı növbəti 5-ci TUSİ İnkubasiya proqramı barədə ətraflı məlumat verilib. Proqram 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlimlər vasitəsilə iştirakçılara startapın qurulması, ideyaların sistemli şəkildə inkişafı və innovasiya ekosisteminə inteqrasiyası istiqamətində geniş imkanlar yaradır. Gələcək üçün Bacarıqlar layihəsi biz 2021-ci ildə ASAN-ın təklifi ilə biz də BIP Azərbaycan şirkəti olaraq dəstəkləməyə başladıq və bu işdən çox məmnun olduq və bu açan xidmətə bizi də BIP Azərbaycan şirkətindən cəlb etdiyi üçün təşəkkür edirik və bu səbəbdən də proyektin layihənin əvvəlindən 2021-ci ildən Gələcək üçün Bacarıqlar layihəsinin necə mərhələ-mərhələ inkişaf etdiyinə şahid olduq. Bu illər ərzində əsas vacib olan məsələ layihənin davamlı şəkildə həyata keçirilməsidir. Ümumilikdə 18 universitet və akademiya ilə layihə çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik. Həmçinin qeyd etmək istəyərdim ki, proqram hər zaman bizim tərəfdən təkmilləşdirilir. Bildiyiniz kimi, süni intellekt artıq demək olar ki, bütün sektorlarda tətbiq olunur. Biz də buna görə bu proqrama xüsusi olaraq süni intellekt texnologiyaları ilə bağlı modulları əlavə etmişik. Bugünkü Demo Day-də çıxış edən 16 startapdan 10-unun xidməti eyni zamanda
texnoloji həlləri özündə süni intellekti ehtiva edir. Startaplarımıza gələcəkdə uğurlar arzu edirik və inanırıq ki, onlar öz həlləri ilə, öz məhsulları ilə iqtisadiyyatımıza real töhfələr verəcəkdir. Universitetlərdə hazırlanmış 130-dan çox mentorun dəstəyi ilə 29 startap komandası formalaşdırılıb və Demo Day tədbirlərində layihələrini təqdim edib. Gələcək üçün bacarıqlar layihəsi çərçivəsində indiyədək formalaşmış 4 startap tərəfindən ümumilikdə 310 min AZN həcmində investisiya cəlb olunub.